Müəllimə, mən bunu deməsəm sizə, Bəli. sabah gedib orada da o səhv eləyəcəksiniz. Yəni mən onda sizdən yüksək nəticə gözləməyim. Yəni ona görə mən ilk başdan həmişə mənim təlimlərimə qoşulan müəllimlərə deyirəm ki, müəllimlər, bax, yəni bir nöqsanlarınızı mən deyəcəm. Yəni o nöqsanlarınıza görə məndən kimsə inciyəcəksə, yəni heç bəri başdan mənim təlimlərimə qoşulmasın. Çünki başıma gəlmişdi, bir dəfə olmuşdu, bir müəllimənin nöqsanını demişdim, ləhcə ilə danışırdı. Mən olanı deyirəm də, sizə mən deyirəm ki, ləhcə ilə orada danışsanız sizin balınızı kəsəcəklər. Mən bunu sizə demək məcburiyyətindəyəm. Deməsəm, sizə xoş gəlsin deyə sizin hər danışığınıza mən deməyəcəm ki, qəşəng danışırsınız. Qəşəng danışana mən qəşəng danışır deyəcəm. Yəni bəzən müəllimlər baxırsan ki, dəfələrlə özlərində çalışır, deyirlər müəllimə, biz nə vaxt quyruqlu 5 alacağıq? Yəni o quyruqlu 5 üçün, məndən o 5-i almaq üçün müəllim özlərində işləyir hər tərəfli. Tək o sualları cavablandırmaqla deyil ki, o sualları cavablandıran zaman o ifadələriniz varsa, ortada nə deyəcəksinizsə, ləhcə ilə danışacaqsınızsa, bunlar hamısı önəm daşıyır. Ona görə Sevda müəllimə, mən sizə hamınıza deyirəm, nöqsanlarını, çünki burada məndən çox böyüklər var, məndən kiçiklər var, mən yaşlı olum. Yəni, nə olur olsun, məndən inciməyin. Mən sizin yüksək nəticəniz üçün çalışıram. Bəli, əsla mən incimərəm, mən bayaq dediyim kimi, yəni şablon söz deyil müəllimə, mənim dediyim söz. Yəni, həqiqətən mən tənqidə açıq birisiyəm. Mənim o səhvimi kimsə deyəndə, real həyatda da. Yəni, görürəm ki, bu insan o düz deyir daha, mənim xeyrimə deyir. Mən onu yüksək qiymətləndirirəm. Bəli, mən əvvəldən sizə demişəm ki, yəni mən bura öyrənməyə qoşulmuşam, 51 bal toplamışam sertifikasiyada, müsahibədə də istəyirəm ki, yəni minimum 21-22 olsun ki, heç olmasa işim bitsin də, bilim ki, 5 illik daha azadam sertifikasiyada. Yoxsa bu il müsahibədən kəsiləm, təzdən gələn turi təsvirdir. Ona görə müəyyən nə tənqid var, o mənə deyil. Yəni, mən açıq birisiyəm, qəbul edəcəm, öyrənməyə qoşulmuşam, müəllimə bura mən. Hə, əlbəttə müəllimə, təşəkkür edirəm, çox sağ ol. Amma müəllimə, həqiqətən də qəşəng danışırsınız. Sualları tam dolğun, ətraflı cavablandırırsınız. Qəşəng müəllimə. Çox sağ olun müəllimə, təşəkkür edirəm.